Her birinizin üzerine olsun. Allah sizleri var eylesin. Allah sizleri hisselesin. Aziz şehit anası, şehit atası, şehit anaları, şehit ataları, doğmaları, əzizləri. Bugün şehidimiz, qəhrəmanımız, fatihimiz Səbuhi Əlxanoğlu'nun nuruna yığışmışıq, işığına yığışmışıq, anın gününe yığışmışıq. Birinci Səbuhini böyüdüb, boya başa çatan ata-ana çox değerli insanlardılar, nümunəvi insanlardılar. Ailədə bir neçə dəfə olmuşuq, evlərində ziyarətdə olmuşuq. Həqiqətən sözün əsl mənasında sakit, vətənpərvər bir ailədirlər. Maysa xanım şəhidin anası oğlunun şəhadətindən sonra özünü ələ ala bildi və əlinə qələm dəftər alıb oğlu ilə bağlı, şəhidlərlə bağlı, vətənpərvərlə bağlı yazılar yazmağa başladı, şiirlər yazmağa başladı və daha sonra bizim şəhidləri haqqında olan bir verilişlərimiz var 114 TV'də. Ora qoşuldu, şəhid analarının evinə getdi. Bəzən bu evlərə getmək, o analarla danışmaq çətin olur. Orada bizə vasitəçi Maysa xanım oldu. Yəni bugün biz Səbuhi ilə bərabər burada uyuyan bütün şəhidlərimizi, Azərbaycanımızın bütün şəhidlərini anırıq, yad edirik. Danışmaq çətindir. Biz artıq qələbədən sonra bu şəhidi dəfn eləmişik. Qələbə xəbərindən sonra bugün bilirsiniz, dünən Türkiyədən 20 dənə bizim hərbi paradda iştirak edən təyyarəçimiz şəhid olur. Allah onları da rəhmət etsin. Bugün bizim konstitusiya günümüzdür. Bugün fəxrlə o gün haqqında danışırıq. Fəxrlə qələbə günü haqqında danışırıq. Fəxrlə zəfər günü haqqında danışırıq. Fəxrlə suverenliyi, müstəqillik haqqında danışırıq. Bunlar hamısı bizdə var idi, amma yarımçıq idi. Bu yarımçığı tamamlayan, bütövləşdirən bax sizin övladlarınız oldu, sizin əzizləriniz oldu, doğmalarınız oldu. Artıq onlar sizin övladlar deyil, sizin doğmalar deyil. Bu xalqın hər bir fərdinin əzizidir, doğmasıdır. Şəhidin başdaşı üstündə atası Əlxan Diyanı, o tərəfdən də şəhid atamız Əhməd Diyanı və bu da şəhid atalarıdır. Bugün biz danışmaq istədiyimiz, demək istədiyimiz sözləri kim tamamlayır? Bizim şəhid ataları, şəhidin doğmaları, əzizləri. Elə sözlər danışırlar ki, elə söhbətlər edirlər ki, biz o sözlərdən, söhbətlərdən sonra minbərlərdə öz danışıqlarımızda, mucizələrimizdə istifadə edirik. Şəhid də bir şəhadət, daha doğrusu bir əlçatmaz neymətdir. Mən həmişə demişəm, bizim müqəddəslərimiz, mübarəklərimiz, övliyalarımız, imamlarımız kitablarda biz oxuyuruq. Həzrət Əli əleyhissalam hər bir döyüşdən qalib kimi qaydanda Peyğəmbərimizə buyurardı ki, Allahın Rəsulü, bəs mən hasan şəhid olacağam, şəhidlik mənə nəsib olmayacaq. Və o Küfə məscidində qılın zərbəsi alanda deyir ki, Fustu və Rəbbul Kəbə, and olsun Kəbənin Allahına ki, nicat tapdı, xilas oldu, qurtuldum. Yəni ölümü yox, şəhadəti özü üçün nicat tapmaq bildi. Və bugün biz İmam Əlini görməyən insanlar Həzrət Əli Əleyhissalamın şəhadət günlərini, mövlud günlərini, onunla bağlı olan günləri qeyd edirik. Və Səbuhi üçün burada uyan şəhidləri də biz bunların qəhrəmanlığından sonra, igidliyindən sonra tanımışıq. Bunlar dinimizin bizə əmanət qoyduğu, Qur'anımızın bizə buyurduğu ki, Allah yolunda, ali məqamlar uğrunda ölən, öldürülən insana siz özü deməyin, onlar dinidirlər, Allahın qatındadırlar, Allahın ruhusundan qidananlar. Elə bir zirvəni fəth ediblər ki, bunun üçün ən bariz nümunə bugün 5 il keçib üstündən. 5 il insanlar dünyalarını dəyişirlər. İnanın ki, biz bu məclislərdə iştirak edirik. 3-7-40 ilində adam tapa bilmirsən ki, orada o rəhmətə gedənin yaxınlarına başsağlığı beləsin. 5 ildir insanlar axın gəlib bu şəhidləri yad edirlər, ziyarət edirlər, burada dualar edirlər.
bizim birliğimiz, o yumruq kimi birləşməyimiz müharibənin ilk günlərindən başladı. Biz Mübariz İbrahimovu özümüz üçün nümunə götürürdük. Onun yazdığı məktubdan xatirələri xatırlayırdı. Sonra Polad Həşimov, sonra Fəridlər və daha sonra aprel döyüşləri. Bunlar hamısı gəldi, elə bir məqama çatdı ki, Səbuhi kimi cavanlarımız 1-ci Qarabağ müharibəsini, Poladların, Fəridlərin, mübarizlərin qisasını almaq üçün və torpaqlarımızı düşmən tapdağından azad etmək üçün əllərinə silah alıb bu missiyanı həyata keçirməyə qərar aldılar. Və onlar o missiyanı uğurla həyata keçirdilər. Bugün artıq biz, yenə deyirəm, bu səngi bayraq bu davan məktəb uşaqlarının əlindədir. Bu şəhidlərimizin eləsi var ki, bu bayraq hər bir şəhidin, əskərin cibində bayraq olur, əksəriyyətin. Və onlar o şəhəri, o məntəqəni alanda fəxarətlə bu üç rəngli bayrağı o işğaldan azad olmuş ərazilərin şəhərlərində, kəndlərində ucaldırlar. Mənim yadıma gəlir, aprel döyüşlərində biz Lələtəpəni almışdıq. Lələtəpədə o bayrağı sancanda nə qədər şəhid verdik və biz o qədər sevinirdik ki, sanki o torpaqların hamısını almışıq. Hələ bir